Gel ailenle vidalaş. Tura. Növbə sənindir. Sən öldürməyəcəm. Ömrümün axına qədər bu hisslərlə yaşa. Heç biri bizi qoruya bilmədi. Nə sənim ama. Nə Aynur'u. Nə də. Özümü bağışlaya bilmirəm. İmkan olsa siz mənə bağışlayın. Səni çox istəyirəm ama. Ha baba. Hardasan oğlum sen? Hı? Bəs qonaqlarımız gəlir. Harda qaldın sen? Bilirəm. Bilirsənsə də gəl də. Hardasan, yerini də görüm. Gəlirəm. Qəbirstanlıqdasan yenə, hə? Ha. Yaxşı oğlum, yaxşı. Gəl. Gəl gözləyirəm.
Yaşar mənim. Sənədləri hazırladım hamısını. Zəhmət olmasa imzalayın. Все, qurtardı. Aha, bir də ki, Tural bəy nə vaxt gələcək? Gəlir indi. Hə, onda birazdan yaxınlaşaram, o da qol çəksin. Yaxşı. Onun da imzası Bura lazımdır. bax görüm. Qonaqlar gələndə onları apar bizim görüş otağına, yaxşı? Tamam, tamam. Hə, bir də bizim bu Zahir hanı görməmsən? Heç bir xəbər yoxdur. Yaxşı, götür. Gel kızım gel getir. Çok sağ ol. Nuş olsun. Çok sağ ol Feride. Mən otağındayım. Ha, git dincel git. Tahir eləyib, hə? Ha, Tahir eləyib. Başka kim eləyəcək? Yeniden agresifləşib. Özündə değil. Ben de başı bitirmişim, bilmirəm bu uşaqla neyniyim. Deyirəm, bəlkə uşaq olsa, yenə də bağlanar da uşağa. Yenə sevər. Ama yadında da həkim nə demişdi? Demişdi ki, onun uşaq ancaq möcüzə nəticəsində ola bilər. Mən özüm danışacağım Tahirlə. O qız da yazıqdır, heç kimi yoxdur, yetim qalıb. Bilirəm, olmaz bilirəm. Mən də neçə dəfə demişəm, neçə dəfə danlamışam. Amma nə faydası var? Elə bil ki, bu qızdan ötürü ölümə getməyə hazır olan bu değildi. Mən özüm danışacağım. Bax, olmazsa elə danış ki, təzdən coşmasın, çox xahiş eləyirəm. Narahat olma. Tahir. Tahir. Ha. Hadi sözlüdür də. Tahir, mən Zaurla əlaqə saxlayıram, telefonuna zəng çatmır. Aha. Xəbərim yoxdur, hardadır, nə edir? Nə olar, dur gedək də, xahiş eləyirəm. Lazım deyil. Niyə lazım deyil? Mən narahatam, Tahir, başa düşürsən? Ay bala. Üf. Uşaqdır Zaur. Yəqin istirahət edir də hardasa. Zaur istirahət ayındadır, qəribə danışırsan. Sual verdin. Dedim ki olmaz. Daha nə uzadırsan? Mən başa düşməyini istəyirəm. Anlayış göstərməyini istəyirəm, Tahir. Yorğunam mən, yatıram. Zəng çatmır. Tahir, nə olar, yalvarıram, qurban olum, dur gedək. Xahiş eləyirəm. Gedək görək hardadır, nə edir, xəbərim yoxdur. Nə istəyirsən? Tahir, niyə belə eləyirsən? Ha deyirəm getməyək də, nə başa düşmürsən sən bunu? Uşaqdır Zaur. Hə? Uşaqdır. Görmədən ağlayacaq o. Niyə qışqırırsan üstümə? Çünki vadar eləyirsən. Sənə nə dedim? Dedim ki olmaz, lazım deyil. Tahir, bırak, nə olar? Eve gəlirəm istirahətə, 2 dəqiqəlik. Onu da burnumdan gətirsənə mənim, Bezdirməyin də adamı!
Tahir. Hara gedirsin oğlum, hə? Başa düşmədim xala. Buna sual verirsən. Başa düşmürəm. Normal sual verirəm də. Deyirəm, hara gedirsən? Elə bil hesabat sualına oxşadı axı. Yox, elə demək istəmədim. Yəni demək istəyirəm, keç otur söhbət edək. Danışmaq istəyirəm səninlə. Belə normaldır, danış. Eşidirəm mən səni. Mama, xala utanır səndən. Sənin yanında mənlə danışa bilmir. Bizə icazə verə bilərsən, təklikdə danışaq. Tahir. Oğlum sən özünü heç yaxşı aparmırsan. Niyə, neynirəm ki mən? Ha? Normal da aparıram da özümü. Elə deyil xala, ha? Xalacan, xalam mənim, xalaların xalası. Düzün deyim. Mütləq şəkildə bizim onsuz da ailə sütunumuz nə üstə qurulub? Səmimiyyət üstündə qurulub. Bizdə hər şey səmimidir, hə? Ana, anacan, mamam mənim. Tahir, sən özünü yaxşı aparmırsan. Niyə? Neynirəm ki mən? Bax oğlum, sənin belə eləməyin sənə ancaq ziyan gətirəcək. Gəl bax, bir yerdə gedək həkimə. Yaxşı bir psixoloqa göstərək səni. Qulaq as mənə. Bu qədərdir. Nə mənada? Yəni başqa bir şey demək istəmirsən ki, yəni deyəcəklərin bu qədər idi? Tahir, belə eləmə də oğlum. Nə olar, biraz ciddi ol. Fişə. Bax, bunun axırı heç yaxşı olmayacaq. Yaxşı olmayacaq. Bilirsən, xala, indi fikirləşdim ki, sən çox düz deyirsən. Tahir. Oğlum keç otur. Xalan səndən biraz söhbət eləmək istəyir. Gəl, gəl. Fərəli, getdim mən. Eşidirsən məni? Getdim, sağ olun. Tahir, eşidirsən? Tahir! Getdim. Tahir! Mən 3 ay bundan qabaq gələndə belə deyildi bu. Bəs mən sənə nə deyirəm, solmasan? Nə deyirəm, görürsən? Amma yəni bunu belə qoymaq olmaz, üstünə düşmək lazımdır. Nəysə, gəl gedək. Gəl çıxdı ay bala, harda qaldın sən? Gəldim də, gəldim. Hə, hardaydın? Yenə qəbristanlığa getmişdin, eləmi? Hə, Bura bax. Oğlum, sən özünü çox günahlandırırsan. Ha, bax, bunu mən sənə deyim. günahlandırsan deyəndə ki, günahkaram da. Ay bala, ay oğlum. Bu barədə səninlə nə qədər danışdıq? Ha? Sənə nə dedim? Dedim bu məsələni bağla da. Belə də götürəndə sənlik nə var ki? Ha? Nətər mənlik nə var ya bu? Bu vaxtı gülləni o şərəfsizin alnından qoysaydım, heç bunlar olmazdı. Bura bax. Bura, mənə bax bir. Bax, sən özünü günahlandıranda onda mən neyniyim? Mahmudla düşmənçilik mənə görə oldu. Düzdür? Sonra da İlyas çıxdı ortaya. Sonra da qardaşı. Sənin adiyyatı var, neysə. Deyirəm də, adiyyətini deyirəm də sənə. Ay bala, özünü günahlandırma, qutar bu məsələni. Vallahi ikimizin canı üçün, mənim üçün də ağır. Özü də çox ağır da. Nə sənin, nə də mənim əlimdən heç nə gəlməz. Onda zağı neynəsin? Neysə. Gəlməyib mən yenə. Yox. Yox de, yox. Səndən xahiş edirəm, sən ondan maraqlan. Ona sən mənim gözümə yaxşı görünmür ha. Yaxşı. Xoş gəlmisiniz Tural bəy. Xoş gördük. Gəliblər. Gözləyirlər sizi qonaqlar. Hə, gəldilər. Lap yaxşı. Neçə nəfərdilər? 3 nəfərdilər. 3 nəfər. Sən də gəl bizlə. Mən? Hə. Yaxşı. Nə də? Nə ehtiyac var?
Nətər yəni nə ehtiyac var? 3 nəfərdilər də biz də gedək çox görünəkdə. Neyse. Ağlıma gelen dilime getirmek istemiyorum ama neyse. Nə deyirsən, bir dənə görüm. İnşallah fikirləşdim deyil də yəqin ki. Və abara-bara danışma. Bax. Evli adamam mən. Köpək o. Nə vaxtdan bu sən mane olub Ağsaqqal. Hə, dur. Dur. Yəni çox danışdın, düş qabağıma. Dur. Nə bilim görək də, görək. Mən sənə bir şey deyim, mənim sənə sözüm Hə, yox. düş qabağıma. Mənim şəxsən sənə sözüm yox. Düş. Bağlı qal. Benim talihim yok, yazın eylesin. Uğur menden kaçır, zafer neylesin. Beni öldürmeye zahar neylesin. İçimde boşluktu, kalandı dünya. Benim talihim yok, yazı neylesin. Uğur menden kaçıp zafer neylesin. Bana doğramaya zahar neylesin. İçimde boşluğudur kalandı dünya. Yalan, yalan, yalandı dünya. İçimde boşluktu, kalandı dünya. Yalan, 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 yalandı dünya. Feryadım göklere çalandı dünya. Tufanda kırıldı kolum kanadım. Zaman yaman vurdu ömrüm kalmadı. Beni duyabilen bir eşk aradım. Feryadım göğlere çalandı dünya. Gəlin görüm, gəlin görüm. Deyirəm, bu lap əla oldu, hə? Sən niyə usta durmuşsan? Əyləş də, əyləş. Bir söz deyim, sənin getməyin əla oldu, ha. Mən neylədim ki, Yaşar müəllim? Necə yəni neylədim? Sən özünü belə ucuz görmə. Əla oldu, yaxşı ki gəldin. Hə, Duran? Bəs nə? Maşallah hər şeyi həll elədi xanım, Arzu xanım. Təşəkkür edirəm. Deməli, nə edirik? Bu müqaviləni bağlamaq münasibəti ilə nə eləmək lazımdır? Bunu qeyd eləmək lazımdır, əzizlərim. Nə bilim, siz necə məsləhət bilsəz? Ay sağ ol. Deməli, mən bunu razılıq olaraq qəbul edirəm. Gedirik? Hə? Yəni bugün yeyib içmək istəyirsiniz? Hə də? Bugün prosta təəssüf ki, evimizə adam gəlir. Yaşar mənim. Ay dədə var. Təmiz yadımdan çıxır. Görürsən, yaddaşı zəifliyib də kişi. Onda qalsın sabah. Mənim üçün bir fərqi yoxdur. Sabah da olar. Əla. Amma indi icazənizlə mən gedim. Yaxşı get. Sağ olun. Qoy bunları qoyun. Tural bəy, sağ olun. İnşallah nə vaxt qozarsan, Ağsaqqal? Ay bəs də bara danışma görmə. Hı? Mən niyə qocanlam, hə? Xeyr ola.
Yəni bu dəfə yanında olmayacağam ha, biləsən. Özün tək çıxasın. Hə, kəs səsi yaxşı qutarıya keçirsən hə. Yaman nazlanır ha bu da. Ya. Yaxşı bəsdir. Yox, indi mən deməsəydim ki, qonaq gəlir, yəni durub gedəcəkdin restorana. Durub gedəcəydin deyəndə sən nə danışdın? Hə? Mən tək gedəsi deyildim, sən də gedəcəydin lan. Hə, mən də apardın. Mən hə, şampanı sənə söyləydim. Nə danışır? Mənə. Yox, hə, mən tək gedirdim güya. Nə bilim, həmişə tək getmisən. Sən yekə kişidən avara danışma, tuş qabağıma görün. Getdik. Gedək ki. Dur. Yaman aktivsən, Hə, yaxşı. Bəs də qutar. Bax, sənə bayaq dedim. Yenə deyirəm. Bəlkə lazım deyil, bu uduzmaq səndə alışqanlıq həddinə gəldi çıxdı. Hı? Çox qarışdırırsan, Əcavit. Kartını payla. Yəni uduzmağa hazırsan. Amma baxarıq. Ürəməli vur bura, düşərlidir sənə. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Xeyr, gəl. Bacanaq gəlməyib? İndi çatır harda olsa danışmışıq. Hə, lap yaxşı. Sağ ol. Axşamınız xeyir. Axşamın xeyir qızım, axşamın xeyir. Mahirdir, mən açar aç. Axşamınız xeyir. Axşamın xeyir, axşamın xeyir. Xoş gəlmisiniz, xoş gördük. Mahir. Yaşar, Mahir, Şad oldum. Tural bacımoğlu, Çox şad. Almaz bacım. Xoş gəlmisiniz. Solmaz sizin haqqınızda çox danışır. Çox şad. Doğrudan. Çox sağ olun. Fəridədir bizim gəlinimiz. Nə gözəl. Yaraşırsınız. Yox, yox. Turalın yoldaşı deyil. Tahirin yoldaşıdır. Tahir demiş, Tahir hanı? Harda olsa gələr, narahat olma. Bacanaq ayaqüstə niyə dayanmışsan? Buyur, buyur keç görüm. Gəl bəri. Buyur. Fərdə çayları gətir qızım. Gətir. Nətərsən Fərdə? Yaxşıdır hər şey. Bax Fərdə, mən görürəm Tahir axır vaxtları özündə sözündə deyir. Səndən də kobud danışır. Əgər istəyirsənsə mən ondan danışım. Narahat olma. Dəqiq? Hə. Tural, Zaura zəng çatmır. Mən ondan çox narahatam. Narahat olma, indi qonağı həll edeyim, gedəcəm evə. Xəbər eləyərsən. Yaxşı. Fərdə, hazırdır qızım. Hə, aparıram Gəl, anası. gəl. Gəl görüm. Mama, Ay canım.
Bu qız da maraqlanıb eləyirsən ümumiyyətlə. Ha? Niyə belədir bu? Tahir yenə bu qızla adam kimi rəftar eləmir, ha? Hə oğlum, hə. Belə olmur da. Ya bunu qoyun qabağımıza baş salın, ya da mən bunu başqa cür baş salacağım. Lazım deyil. Çox xahiş edirəm. Sən qarışma, mən özüm deyəcəm. Yaxşı? Mən hər şeyi yoluna qoyacağım. Sən qarışma. Neçə vaxt deyirsən həll eləyəcəm. Həll elə də görmürsən yazıq. Yaxşı, başa düşdüm də. Dedim həll eləyəcəm, deməli həll eləyəcəm. Gəl oğlum, gəl. Get gəl. Sən nə istəyirsən, O kim idi balam? Əşi, fikir verməsən. Özdə mənə baxır. Balamız adı biraz çox olmadı. Niyə o çox deyil, elə Əynivədir. Gəl çıxdalı, hardasan? Şaxta boğaz gəldi. Özü qəşəng deyələrlə gəlib, ürək açan deyələrdir. Bimsə əlimizdədir. Bu, buradan aldığımız izdibil deyil ha. Originalda başqa bir aləmdir. Bilirsən də, sevindirməyə xoşlayıram. Qeyrəm hazırlamağa, yaxşı? Tez ol da. Tələs, səbirli ol. Alana tələsirəm. Biraz səbirli ol, gözlə, narahat olma, yaxşı olacaq. Fərqi də deyərdim mən. İstəmir Fərdə. Niyə, nəsə olur? Biz sonra danışarıq da yaxşı yaşar. Yaxşı. Hə, deməli neçə gün qalırsınız burada? Valla belə 3 günlük gəlmişik, amma görək nə deyirlər, hələ bəlkə 2-3 ay qaldıq. Niyə? Bizim iş belədir də. Harada bir yaxşı həkim görürlər, o saat göndərirlər filiallara. Hə, bildim qardaş, bildim. Tək iş olsun. Elədir, hə, elədir. İndi sağ biləcəm də, görüm nə deyirlər, sonra yəqin ki, kiraya baxdıracaq. Nə kiri? Sorma, nə danışırdın? Qalın bizdə. Yox, nə danışırsın, elə şey olar. Bir gün deyil, 2 gün deyil. Olsun da, başa odurum sən. Yox, əşi, yox. Almaz, sən nə deyirsən? Nə deyəcəm Yaşar? Əlbəttə qalsınlar. Bəs salam da. Yox, vallahi belə şey ola bilməz. Ay qardaş, bu evdə otaqdan çox otaq var. Qalırsınız bizdə. Oldu? Mahir qardaş, Solmaz onsuz da həmişə bizlə qalıb. Hə. Solmaz. Sən nə deyirsən həyatım? Nə demək, sən razısansa, mənim üçün lap yaxşı. Hə, nə deyirəm? Qoy sabah açılsın, hələ görək nə deyirlər, sonra baxarıq. Bax, danışdıq ha. Ev zad axtarmaq yoxdur. Qalırsınız bizdə. Vallahi olsun, düzdür, biraz tez razılaşdım. Amma olsun, olsun. Mən açarım. Bu da təzə çıxıb, qapını arxadan bağlamaq, ha? Hə. Gəlin görüm, hə. Hardan gəlirsən sən? İşim var idi. Nə işin var idi? Açot verməliyəm mən sənə. İçki içmirsən sən? Bu nə bitfasondur? İçməmişəm. Hə. Eşitmirsən, mən deyirəm hardan gəlirsən? Əlsiz. Çəkərdi, hə. Hə. Belə. Eşkim heç nə demir. O demək dördü özü belə gicliyə qoymalısan. Beynində problem var, aparaq sən müalicəyə. Nə vaxt gəlirsən, nə vaxt gedirsən, gülmə, sırtıq kimi, hə. Eşidirsən məni? Özü adam kimi apar. O qızı da incitmə. Olar sən mənim
Ailə məsələlərimə qarışmayasan. Hə, meymunluq eləmə, hə. Başın xarabda aparaq səni basaq dəlixanaya. Nə özü qoymuşsan, hə, gicdiyə? Vıca çox oldu, Tural. Dinmirəm. Elə bilirsən belə olmalıdır. Hə, dinib neyniyəsən, sən mənim ağzımı açdırsan, hə? Özümü adam kimi apar deyirəm. Mənim sənə bir ziyanım var. Yoxdur ki. Fişo da. Hə, söhbət məndən getmir. Deyirəm, o qızdan normal rəftar elə. O qız mənim daimin yadigarı da, yekə kişisən, hə? Çox uzandı, neyniyim, mən çıxım gedeyim, hə? Get cəhənnəm ol. Əlvi çək gedirəm. Cəhənnəm ol, da Yavaş dedim. Ağzı verəcəm, sən əsəbləşdirmə məni. Nə oldu, o qıza görə adam öldürürdün bəs? Hə? Əlində pistoletlə fırlanırdın. Nə oldu, buydu sənin sevgin? Hə? Olar, sən mənə ağıl verməyəsən, hə? Olmaz, hayır. Eşitdin məni. Özümü adam kimi apar. Bax, axırıncı dəfə sənə deyirəm. Sən öl əlimdə qalarsan. Bədənimə üşütmə gəldi, Tural. Belə deyib qorxutma da mən, qaqaş. Yaxşı? Salam olsun, salammalam hər bir kəsə. Necəs mənim gözəl ailəm? Gəl oğlum, gəl otur. Yo, oturmuram. Yuxarı qalxıram. Dedim, əziz kürəkənimizlə bir tanış olum. Elə qalxım otağıma. Tanış oldum. Tahir. Nə mesaj çatır, nə zəng çatır. Aç da bu zibili də. Sən niyə aşağıdakılara qoşulmursan? Hardasan? Bu açot məsələləri yaman artıb bu son vaxtlarda. Nə məsələdir? Narahat idin. Sən də dəqiqləşdir də. Mənə görə narahat idin, yoxsa qardaşıma görə? Allah. Gözüm söndür də bunu. Sən niyə oturmadın? Ürəyim istəmədi. Yemək niyə yemədin? Yemişəm. Yemişən? Harda yemisən? Nə fərqi var, harda yemişəm? Necə yəni, nə fərqi var? Fərqi var, Tahir, fərqi var. Tonu aşağı eləyir. Eləmirəm. Nədir sənin məqsədin, nədir fikri? Ay, yavaş. Tahir, mən sakit qarşılayıram deyə elə bilmək ki, həmişə belə olacaq. Sakit qarşılamasan nə olacaq ki, hə? Nədir məqsədin, hə? Boşanmaqdırsa denən boşanaq. Deyəsən, sənin məqsədin boşanmaqdır axı. Hər halda özünü normal aparmayan sənsən, mən deyiləm. Sən vız belə eləyirsiniz deyə mən bugün deyəm də. Sənə axırıncı dəfə deyirəm. Bir də çaşarsan, tonumu qaldırarsan. Özü boşanmaq istəsəm, gəlib deyərəm ki, boşanıram. Bəhanə eləmərəm, bildin? Söndür dedim bu ışığı. Söndür.
Tanımayan bir şey gətirdim. Sağ ol. Tələsmə. Bir altı. 2-6. 3-6. 3-6. Şeytanın simvolik rəqəmidir. Əgər iblis deyilsənsə, şeytanla oyuna oturma. Geçmiş olsun. Ay yox, sən burada nəsə maşinlikli eləyirsən. Maşenlik yox birinci, dəladuz. Azərbaycanda danış. İkincisi də, nə maşenlikli elədim? Oynadıq, utdum. Ha yox, sən udmadın, bu sayılmır. Nətər olur, həmişə mən uduzuram. Ona görə ki, həmişə mən uduram. Yox, bu nəsə düz deyil, ya, bu sayılmır, olmur, belə alınmaz. Dələ bu kartları, başqa kartlar gətir, bu nədir? Əlini səkə. Kimi halal kumar oynayıb udmuşam. Əlini səkə. Və üzünə vurma. Bəsini də yəqin ki, stres atarsan. Zər. Bak bu da üç koşar. Bak bunun da üçü de gitti. Ha? Yaxşı, nə deyim? Nətərdir? Nətər deyərlər? Bu da bilmədiyini sıxarlar. Ay sağ ol. Mən sahibdən söz deyim də. Bir özümdən deyəm də, beş də məndən de ha. Deyim də, nə deyirəm ki? Əla. Yaxşı. Deyirəm biz gedək. Gecdir. Hara geçsiniz qalın da? Yox, gecdir də sabah. Bax görək nə olur hələ. Solmaz. Bəli, Həyatım gedək. gedək. Yaxşı, necə məsləhət bilirsiniz. Salın, gəlin. Gedək yola salın. Tural. Gəlin. Mən çox şad oldum tanış olmamıza oğlum. Gecəniz xeyir. Almaz xanım. Təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Siz sağ olun. Nə olub Tural? Sənə bir şey deyim. De. Çox axmaq adam oxşayır. Yaxşı. Nansa. Sən onsuz da heç vaxt heç kim bəyənmirsən. Nə olub ona? De gül kim adamdır. Həkim, ədəbərkanlı, mədəni. Xala da ki, oturdu 50 il getdi yer kimi. Yaxşı. Nansa. Xoşum gəlmir, elə çox belə. Bəsdə Tural, bəsdə. Bu kimdir görəsən gecən bu vaxt? Tanımadığım nömrədir. Götürüyor şimdi. Alo. Almaz salam. Kimdir? Rəfiqə? Necəsən? Şükür, yaxşıyam. Sən necəsən? Mən də belə də. Nə vaxt gəlmisiniz? 2-3 gün olar. Hə, lap yaxşı. Almaz deyirəm bəlkə sabah yığışıb bizə gələsiz. Sizə gələk. Saat neçədə gələk? Elə səhər tezdən onsuz da bazar günüdür də iş yoxdur. Sözünüzü bilmirəm, gərək hamı ilə danışım da. Yaxşı, sən hamı ilə danış, sonra mənə deyərsən. Yaxşı, yaxşı oldu. Rəfiqədir. Deyir sabah bizə gəlin. Nə vaxt gəldilər yola? Deyir 2-3 gündür gəlmişik. Dilara da gəlir. Yəqin gəlib də, orada onu tək qoymayacaqlar ki. Sənin sabah işin var? Belə işim yoxdur, nə bilim. Lap yaxşı. Qoy Yaşarla da danışım, görüm nə deyir. Gəl Yaşar, gəl otur.
Belə. Belə baxanda pis adam oxşamır, ha? Yox, əlbəttə pis adam oxşamır. Belə əməlli başlı mədəni adam idi da. Sən nə deyirsən bala? Ya, mənim nəyimə lazım, Amma yəni, fikrimi soruşsansa, yəni belə dəxlis adam oxşayır. Amma yəni, əsas xalan xoşbəxtliyidir. Aysan. 50 il sonra bir kişi tapır. Yaxşı, Tural. Misal üçün də, Yaxşı, qutar. Əsas odur ki, xoşbəxt olsunlar. Əlbəttə, tək xoşbəxt olsunlar. Yaşar, Rəfiqə zəng eləmişdi. Doğru da. Bizi də sabahları evinə çağırır. Yəni qonaq çağırır da. Qonaq çağırır? Yəqin axşama çağırır da. Yox. Biz günorta gedərik, amma sözün düzü səhərə çağırırdı. Tezdən də qonaq gedirlər. Ay, Yaşar, mən nə bilim, Rəfiqə də deyir. Daha görüm salamatçılıq da heç olmaz. Səsi yaxşı gəlirdi. Gedərik də nə deyirəm, gedək. Gedərik. Nəysə, mən getdim. Dayan görüm, hara gedirsən? Kim görüm Zaur hardadır, nəsə telefona cavab vermir. Gecənin bu vaxtı hara gedirsən? Sabahlar Rəfiqə gildən çıxarıq, ondan sonra gedərsən. Düz deyir də bala. Gecə vatara getsən. Ay baba, Fəridə narahatdır da, qoy gedim görüm hardadır, neyniyir? Tural, o Zaur birinci dəfə deyil ki, gah itir, gah yoxa çıxır. Bura bax, məncə də getmə. Sabah bir yerdə gedərik, mən də gedəcəm səninlə. Yaxşı, gecə söylə. Get, biraz dincəl. Doktor beyninə baxmadı deyəsən. Onsuz da kimi bəyənir ki? Heç kimi. Necədirlər? Necədirlər Tural? Zaurla Yaşar bəyi həyata qaytara bildik. Amma Mahmud və Pərvanə başına sağ olsun. Gözlerinde tebessümün
od salıbdı bu qəlbimə alnımdakı hər qırışım yenə tarix yazır ötən illərimdən dursa dünya zaman sussa təkcə biz var olsa heç kəs olmasa indi bir də burada tufan qopsa yoran dündürar mı üsyanımı köklərindən keçərəm günahından Ben maşındayım. Biraz tez geldim. Tahir, Feride, biraz tez olun. Tez. Geldi de geldi. Mənə bax, biz hamımız yığışıb niyə gedirik ora, hə? Oğlum, niyə gedirik, nə deməkdir? Çağırıb da. Əlbəttə getməliyik. Keç. Köşdü. Ayaq gözünüz. Tural, sən demədin, Zavrun yanına getdin. Qızım gedirdi. Biz qoymadıq da, dedik gecənin bu vaxtı hara gedirsən. Sonra buradan çıxıb gedərik. Mən də gələrəm də, nə olar. Yaxşı, gedərik. Bəli. Nə? Nə olub Tural? Tural! Tural, eşidirsən mi? Qızım, gəl görüm, gəl, gəl. Nərmin xan. Nəsə olub? Sakitləşin Tural bəy. Bizi qorxutdu. Amma əvvəlki vəziyyətinə qaytara bildik. Görə bilərəm. Bir dənə danışaq, sonra gedib görə bilərsiniz. Görüm, sonra danışarıq. Yaxşı, gedin görün, gözləyəcəm sizi. Almaz, maşallah. Çox gözəl gəlinin var. Hə, düz deyirsən. Elə qəlbi də özü kimi gözəldir. Yaşar qardaş, sizin işiniz, gücünüz necədir? Çox sağ olun, yaxşılıq hər şey. Gelir də, yavaş-yavaş işləyirik. İşdir də. Lap yaxşı. Tahir, nəsə elə bir sıxılırsan? Əksinə, əylənərəm. Mama, mən gəldim. Aycan qızım, gəl, gəl. Kaş Tural da burada olardı.
tanış olun. Nəvənizdir. Çağırın atasını da gəlsin, Tural müəllimi.